82-ci ildə məni filmə dəvət edildilər, götürdülər. Asiv Agasiv filmində çəkildim. Asif rolunda çəkilmişdim. Если откусишь от этого ореха, будешь высоким-высоким, как папа. Смотри. O vaxt üçün özümü məşğul sayırdım ki, mən filmdə çəkilmişəm, bəs mən baş rolda çəkilmişəm. Mənim xalam, xalq artisti Azərbaycanın, öz qızını Bakı Xoreografiya məktəbində düzəltmək istədi və dedi ki, anama gəldi, yaxınlaşdı ki, gəl biz Emiri də götürək və bacı qardaş buna bir yerdə oxusunlar orada. Gətirdilər bizi Bakı Xoreografiya məktəbinə. Çox sevirdim, amma bacarmırdım rəqsi, heç bacarmırdım. Yəni, həm utanırdım da oynamağa. 89-cu illərdə evimizə bibimin bir rəfiqəsi gəlirdi və o violonçel dərsləri verirdi ona. Və bir gün o bizi toya, öz qardaşının toyuna davət elədi. Biz razılaşdıq ki, giyinəyə gedək toya, giyindi, gəldi və bizi bir yəni evdə deyil, bir dua evi imiş, bir məbəd idi. İçəri girdim, mənim üçün çox maraqlıdır, çünki biz öyrəşmişik toy, palatkada olar, şadlıq sarayında bir yerdə olar. Bu bir evin içində böyük bir ev idi, amma dua evi idi və oraya içəri girdik. Divarda yazılmışdı, rəbb sevgidir. Rus dilində yazmışlar bunu və bu söz çox tutdu məni ki, bu necə ola bilər? Və mənə İsa Məsihin həyatından başladılar danışmağa. Çox şey başa düşmədim, bəzi şeylərdən biraz güldüm və bir kitab mənə hədiyyə verdilər. Evə gəldim, o kitab mənim çox xoşuma gəldi. Yəni, həm oxuya bilirdim və rahat idi, çünki şəkillərdə baxırdım. İsa Məsih kim olduğunu mən bildim, çünki İsa Məsih deyildi, İsa Peyğəmbər kimi biz tanıyırdıq və haradasa il yarım mən bazar günləri gedirdim ora. Amma elə bir sənətin içinə girmişdim, orada mümkün deyildi. Hər şey o bir-birinə bağlı idi. Bu xaricə getməklər, samolyotlar, otellər, ailədən uzaq, heç kəs görmür, qonşular səni eşitmir. Nə istəyirsə elə, gənc həyatı yaşa. Və Allahdan çox uzaqlaşdım. Uzaqlaşdım. Və 95-ci ildə mən Bakı Xoreografiyanı bitirdim, əlaçı olaraq bitirdim. Getdim və Dövlət Rəqs Ansamblında çalışmağa başladım. Bir il içində solist oldum orada. Əlbəttə ki, bu qürur, bu səhnələr, bu xaricə getmək, gəlmələr, göylərdə uçurdum. Göylərdə uçurdum, özümdən razı. 99-cu illərdə bir davət aldım Türkiyə. Orada böyük bir ansambl açılmışdı. Anadolu Ateşi rəqs kollektivləri var orada. Oraya davət aldım solist kimi. Gəldim oraya və orada rəqs eləməyə başladım. 2001-ci ildə bizim Türk ansamblı ilə konsertimiz var idi. Aspendos Antalya'da bir böyük açıq teatrı var orada. Adası bir 17 minli çox adam yerləşir orada. Konsert verərkən mən Kafkaz rəqsinin solosunu oynayırdım. Bir element elədim, çətin bir element elədim və yerə düşərkən dizüstü düşəndə bir ağrı hiss elədim ayağımda. Qalxanda gördüm ki, qalxa bilmirəm. Ayağım ilişib. Və özümü səhnədən atdan çıxartdım, verdim özümü pərdə arxasına və gördüm ayağım şişməyə başladı, bilmirdim neydi. Neyse, travma çox almışıq biz, düşündüm ki, bəlkə burxulub. Və doktor gəldi, diaqnoz qoydular mənə ki, bəs meniskus, yəni bir xırdağın bir qırılması idi, belə bir şey idi. Mən bilmirdim neydi. Düşündüm ki, sağalar. Həkim mənə İstanbula götürdü, Antalya'dan, samolyotla mənə gətirdilər İstanbula və həkim mənə baxmalı idi. Həkim baxdı mənə və dedi ki, əməliyyat edəcək problemi, qorxusu yoxdur, amma rəqsə atmalısan, dedi. Əməliyyat elədilər və dedilər ki, ağır keçdi əməliyyat, başa salmağa başladılar, dedilər ki, oynamayacaqsan sən, rəqsi burax. Və onda gəldim evə və inanın mənə istər-istəməz içimdən bir dua gəldi, Allaha dua eləməyə başladım ki, ya Rəbb Allah, mən heç nə bacarmıram. Və birdən uşaqlıqda oxuduğum kitablar və oxuduğum kitab və oradakı rəsmlər yadıma düşdü ki, İsa Məsih necə gedirdi və insanlara şəfa verirdi insanlara. Gəldim bir dua evinə, oturdum
Və insanlar dua eləməyə başladılar mənim üçün. Başımı saldım aşağı, bunlar dua elədilər. Yenə qastilərimi götürdüm, mən çox sağ olun, çıxdım oradan. Səhərisi duranda düşündüm ki, məni burada Türkiyədə kimsə saxlamaz. Yəni mən işləyirdim yaxşı, lazım idim, işləyirdim. Artıq kiməsə yəni oynaya bilmirəmsə məni işdə kim saxlayacaq burada və dedilər ki, Emir, gəl bir sənə Antalya gözləyir, uşaqlar səninlə görüşmək istəyir. Gəl bəs, geçinə getmə. Mindim avtobusa. Sözün açığı olmaz avtobusa minmək. Mən mindim avtobusa. Bir neçə saat yol getdim Antalya'ya. İnanın mənə oraya gəlib çatanda istədim kassirləri utandım, dedim ki, kassirləri götürməyim mən. Və kassirləri avtobus şoförünə dedim ki, qoy qalsın səndə, mən onlarsız gələcəm. Hədiyyə verdim, tanımadığım biri avtobus şoförünə. Avtobusdan ayağımı bastım, gördüm, yox, basa bilirəm. Və getdim və axsımıdım da. Gəldim, çatdım, uşaqlar da ki, sən əməliyyat oldun, olmadın, mı olmuşam və heç kəs inanmadı. 2 gündən sonra gəldim doktorun yanına yaxınlaşdım və tikişləri açdı. Dedi, ayağı aç, açdım, bağla. Dedi, səni, ya inanılmaz sənə əməliyyat oldum sən. 6 aydan sonra, 7 aydan sonra bəlkə yenə oynaya bildim. Dedim, yox. Və heç kəsə deyə bilmirəm ki, yəni başa düşdüm artıq mən şəfa almışam və bilirəm ki, mən kimə desəm heç kəs inanmayacaq mənə. Ki, İsa Məsih mənə şəfa verdi. Çünki mən avtobusa minməkdən və avtobusa 7 saat, 8 saat içində avtobusun içində mən şəfa aldım. Və 2 həftədən sonra yenə öz ansamblimlə, yenə öz rəqsimi, öz solamı oynadım. Və inanın mənə, mən bəlkə ondan qabaqkindən də rahat oynadım. Belə oldu ki, yenə təşəkkürlərimi bildirdim Allahıma, şəfa aldım. Ya dedim ki, tamam, çox sağ ol, getdim yenə öz həyatımı yaşamağa. Və düz bir il sonra Çində bir konsertimiz vardı. Yenə rəqs edərkən ayağım yenə gördüm ki, büdrədi. Büdrədi, yıxıldım bu dəfə. Dözə bilmədim ki, qəşəng çıxım səhnədən. Və doktorlar da dedilər ki, əli arabasına gəzəcəksən sən dedilər. Çünki ayağım heç qattalanmayacaq. 2 gün sadəcə xəstəxanada qaldım mən. Otelə gəldim, otağımda qalanda axşamüstü ağlamağa başladım. Ki, ya Rəbb, sən mənə şəfa versən, bundan sonra ancaq sənin üçün rəqs edəcəm. Rəbb mənə bir ata kimi müraciət elədi ki, dedi ki, mən sənin rəqs deyil, daha çox sənin sağlamlığını istəyirəm. Sənin bu dizlərin sağlam olsun. Və elə bir doğrudan da ki, həm qorxdum bu səsdən, eşitdiyimdə də qorxdum və elə bir qayğı hiss etdim özümdə ki, elə doğrudan da ki, Rəbb sevgidir. Nələr eləsəm mən, nə qədər bu zinalı, əxlaqsız həyat yaşasam belə, Rəbb mənə yenə tərk etmədi. Gördüm ki, yenə mənə mərhəmət göstərdi. Mən düşündüm ki, artıq rəqsdən uzaqlaşaram, daha sağlam bir həyat yaşayaram və elə oldu ki, həyatımda bacımın toyudur və mən Bakıya dönməli idim. Və Bakıya qaydanda kilsənin orada xidmət edən birisi mənə bir məktub yazdı bazar günü. Qayıtdı ki, bunu evə gedəndə Samurotda açarsan da oxuyarsan. Onu açdım və oxudum. O sözü elə təsir elədi mənə ki, nə olursa olsun mən səni sevəcəm. Allahın adından yazmışlar bunu mənə. Sənin həyatında nə olursa olsun mən sənin yanındayam. Nə olursa olsun mən səni heç vaxt tərk etmərəm. Rəbb gəldi həyatıma, doğrudan yəni ürəyimi bir boşaltdım onu. Dedim ki, nə iblis otursun orada, nə özümdə oturmaq istəmirəm. Bu yer sənin ürəyində. Ürəyimi al, otur orada və mənim padşahım ol. Həyatımı sən idarə et. Elə şadam ki, elə xoşbəxtəm ki, indi. Bütün həyatımı bərpa etdi. Və mən istəyirəm ki, siz də bir İsa Məsihə müraciət eləsiniz. Bir sınayın, bir baxın. Mən əminəm ki, siz onun səsini eşidəcəksiniz. Mən əminəm ki, siz onunla görüşə biləcəksiniz.